Dostlar, bu pəmpəm kimin yadındadır? Məndən yaşlı olanlar yəqin ki xatırlayacaqlar. Uşaqlıqda bundan alırdıq həmişə. Bunu rahat marketdə gördüm. Təxmini deyəsən ya 30 qəpiyə idi, yəni ucuz qiymətə idi. Bir şey xatırlayıram ki, uşaq vaxtı nə edirdik? Bunun üstündəki belə xəttləri qopardırdım. Xəttləri bu şəkildə qopardırdım. Ayda bunda qopmur, dəyişiblər. Zəmanə dəyişilib, pəmpəmlər də dəyişilib. Çünki mən çox gözəl xatırlayırdım ki, bunun bütün xəttləri belə qopardırdım. Xəttləri. Birinci o xəttləri yeyirdim, amma indi qopartmaq olmur. Arasında isə belə bir şey var. Kim xatırladı? Rəylərdə yazın. Dadı da fərqlidir məncə. Amma üstündən vaxt keçib, yəni unutmuşam. Amma məncə fərqlidir dadı.